Bunlar bunlar topinamburdu. Quru cücərməyə başlayıblar. Burada çoxdur, ona görə qışda çıxarda bilmədim. İndi kim istəyir verə bilərəm, gəlsin aparsın. Doludur. Başqa yerdə də əkilib. Buranı bellədim. Bellədim, tərəvəzi belləyib yer açmaq lazımdır. Yerim yoxdur əkməyə. Pomidor, xiyarı kəsəyəm. Permakultura nədir? Permakultura ilə başa salım. Deməli, baxın, bax bu daroşka elə belə daroşka deyil. Bunun altı hamısı kəsilmiş ağaçlardır. Burada böyük bir tut var idi. Burada böyük bir tut var idi. Çürüyür ucu. Bu tut yekə diametri çox böyük. Bu tut bir de bu tut, bir de bu tut ağacı. Bunlar kəsilib, bax bu əraziyə bastırılıblar. Yəni burada yerin altında deyək ki, belə qazılıb hər şey. Bax bu daroşka alaları hamısını nə ala eləyirəmsə, nə ağac, nə varsa hamısını bura bastırıram. Bu çürüyür. Sonra da üstünə torpaq başqa yerdən tökürəm, şu burada əkirəm. Bax bu vысокие грядки deyirlər. Hündür. Bax bunların altı hamısı ağaçdır. Üstünə torpaq deyir. Bax bu hələ kötük burada qalıb. Uzun müddət bunlar çürüyür. Nəmişlik isti yaradır. Yəni bu tərəvəzin hamısı çürüntüdür. Altda hamısı çürüntüdür. İndi pomidor xiyar əkəcəm. Bir də bax məndə heç nə tullanılmır. Bu belə bir şey. İndi samadellə eləmişəm. Kulturunu düzəltmək də olar. Bütün həyətdən elənmiş alalar hamısı bura yığılır. Çürüyür. Burada mən indi balqabaq əkəcəm, görüm xiyar. Çox toxum qoyacağım. Məndə toxum çoxdur. Nəsə də bitəcək. Bu çürüntü də savreminəm. Nə bilim, bəlkə ilin axırına, bəlkə gələnlə ucu buradan ələyirəm, torpaq eləyirəm. Torpaq da ucu dipçəklərə. Qaldı ki, nəyim bitir burada tərəvəzdə. Sıra-sıra lək-lək yerim də yoxdur. Permakulturda da belə deyirlər. Səp toxumu hamısını bir yerdə nə bitər. Bu məndə sersevidney arexdim. Burada bax belə bir kələm bitir. Bu kələm kapusta mizuna. Dadlı bir şeydir. Kapusta mizuna. Bu salatdır. Yəni bu da salatdır. Yeyirəm. Sonra bu da çəröz. Bu çərözdür. Kişniş var. Pazı deyirlər, ağ çoğundur var. Şüyüt var. Şüyüt deyirlər. Hamısı qatışıq bitir. Nə istəyirsən qopart ye. Yeditkan çoxdur. Kökünü kəsə bilmirəm. Ona görə yığıram onu bir bankaya. Mısı boçkaya. Boçkada olar. İylənirlər. Kişnişin arasında bitibdir. Qatışıq. Smeşni pasatka. Bunlar rənginarlardır. Təzə yemişəm. Bax bunlar da çürüyəcək. Bütün ili çürüyəcəklər. Burada çiyələk var. Burada şüyüt var. Rənginar. Altdakı ağaçlar da belə bax göbələklər əmələ gətirir. Çürüyürlər savreminim. Buradan elə bir klimat yaranır ki, nə əkirsən bitir. Belə jırnı bitir. Bu xardaldır, hər yerdə bitir. Ənginar bir gün sabah düzdür bir dənə bu fıstıqdır, püstədir, nədir fıstıq. O üçün fistaşka. Bu qurudu. Burada 2 dənəsi var idi. Bax bu quruyubdu. Niyə görə quruyubdu? Çünki burada əkmişdim. Bu ənginarın kökü mü, yoxsa buradan kırışıdan axan su mu? Çox oldu deyə o qurudu. Heyf. Amma 3 dənə varımdı. Yəqin ki mənə bəsdir. Burada da bizim burada su axır. Su belə gedir. Burada belə bir şey yaratmışam. Setka zat var. Görəm bu bitəcəkmi? Yəni cücərmək istəyirəm. Marakoya idi. Qışı dözmədi, soyuq oldu. Bu budaq nəsə pisdir. Bəlkə tutdu. Tutmaz. Nə bilim. Baxarıq. Belə. Juklar, xuruşlar yığmışam burada çoxdur. Yəni çürümüş ağaçları yeyir altdan kökləri. Onları çevirir. Deməli bunların 2 növü var. Biri var mayski juk xuruşu.
Bir də var xruş bronzovki, belə yaşıl rəngdə belə bronzovka deyirlər, bronzu rəngində. Bronzu hansı daşı, mis oxşayan, mis də deyil, belə heykəl zat düzəldirlər. Bax, o bronzanın rəngdə qurtların. İndi bu bronzovkadır, yoxsa mayski jukul liçinkası da bilmir. Nə yalvarır ki, məni bırax, aparacam, bu dəqiqə toyuqlar yeyəcək. Gör nə yalvarır. Onlar düzdür, əkdiyim pomidorun, zadın hamısını, kökünü də yeyir. Amma məcburi hər kökə bir şey, dərman biraz səpəcəm. Yəni, aktarayı, aktelik, nəsə bir quruşqa tökəcəm. Hələ bura qalıbdır, buranı hələ beləyəsiyəm. Burada məndə bitir, sonra mənim barbarisim. Bunlar da sular, hamısı bu kırışıdan axan suyu da yığmışam. Bunlar isə kələmdir. Kələm yox, salat. Bu da salatdır, yeməli salatdır. Lola deyirlər, lolla, nə bilim, nəsə belə interesin adı var. O şimdi qırmızı salat. Belə salat var, belə salat var. Burada it burunu var. Çiyələk var. Hələ bunların alasını eləməmişəm. Cavan ulançarlar burada səpmişəm. Burada bitmək istəyirlər, bir ala imkan versə. Ətraf sarımsaqdır, soğandır. Bu aroniyadır. Bura bir risatq eləmişəm, başqa yeri yoxdur. Pazılar, ağ pazı, qırmızı pazı, dağ kişnişi, şüyüd. Burada kəvər deyirlər, kəri. Soğanı da oxşuyur kəri, özü də oxşuyur kəvər də oxşuyur. Şimdi bir tane də biləcəm. Dağışdım. Belə bugün bu işləri görürəm. İşdirlərim də ki, işdirlərim gündə qalıb, neçə gün ucu pis gündədirlər. Bunları əkmək lazımdır təcili, amma günəş yandırsa da istiyordu, ağ badımcandı. Pomidor sortları çoxdur, amma günəş yandırır. Bunlar göstərim də Astaradan gətirdiyim Ayvaru şəlaləsində getdiyim cökələrdir. Belə pis görünməklərinə baxmıyorum. Bunlar bitəcəklər, hələ cavandılar. Bir yaşlılar da var, bu bir yaşlı da var. Bu yəqin bir 10 yaşlıdır. Bu yəqin bir 3 yaşlıdır. Şimdi bir yaşlılar çox nazik olurlar belə. Bunlar cökələrdir. Bax, bu qədər 50 yaxın ağac gətirmişim. Yəni desəz ki, niyə meşədən gətirirəm, niyə pis günə qoyuram, amma onsuz da inəsat yeyir onu. Bir də o bir neçə il bu vələs ağacıdır, gör neçə ilin ağacıdır. Amma böyümək bilmirdi, pastayan da bunu inəklər yeyir orada. Bax, bu da vələs inək yeyir. Cökə yeyilmiş tapmamışam. Yox, bu da cökə, gör. Bu yazığın bir bəlkə də 10 yaşı var, amma pastayan da yeyilir. Bu gündə indi məndə isə bağda bitəcək. Sonra nə deyim?